Belə bir suala baxaq. Deyir, ziqotun bölünməsi zamanı 64 blastomer əmələ gəlmişdir. Bu zaman neçə blastomer uzununa bölünmədən əmələ gəlib, eninə bölünməyə məruz qalır? İlk öncə belə yazaq. Bir dənə ziqotumuz uzununa bölünüb 2 dənə blastomer əmələ gətirir. 2 blastomer yenə uzununa bölünüb 4 blastomer. 4 blastomer eninə bölünüb 8-i, 8 blastomer uzununa bölünüb 16-nı, 16 blastomer eninə bölünüb 32-ni, 32 isə uzununa bölünərək 64 əmələ gətirib. İndi baxaq. Bu biri seçmirik. Nəyə görə işlətmirik bunu? Çünki bu ziqotdur. Bizdən deyir blastomer. Ona görə bunu çıxırıq. Deməli başlayırıq 2-dən. Hansıdır ki, uzununa bölünmədən əmələ gəlib, eninə bölünməyə məruz qalıb? Biri 4-dür. Necədir? Baxın, uzununa bölünmədən həqiqətən də əmələ gəlib və eninə bölünməyə məruz qalıb. Eninə bölünərək 8 əmələ gətirir. Ona görə biri 4-dür. 4 üzərinə gəlib. 8 deyil, biri də 16-dır. Baxın, yenə uzununa bölünmədən əmələ gəlib və eninə bölünməyə məruz qalıb. Ona görə biri də 16-dır. Nəyə görə 64-ü götürmürük? Çünki 64 bəli, uzununa bölünmədən əmələ gəlib, amma eninə bölünməyə məruz qalmayıb. Ona görə 64-ü götürmürük. Bunları toplayırıq, eləyir 20. Cavabımız 20.